İnsanlarımızın hər halda, bütün hallarda qidası ilə xəstəliyinin arasında əlaqə olan xəstəliklərdən biri də öd kisəsində olan xəstəliklərdir. İstər xolestit olsun, istər öd daşı olsun, istər öd kisəsinin diskineziyası olsun. Bütün hallarda qidaya bağlılıq var. Və hər zaman deyirəm ki, ödün olmağı insan üçün bir xoşbəxtlikdir. Çünki insanın qəbul etdiyi heyvani yağları həmin öd həzmə verir, həll edir. Məsələn, öd daşı olan adamlara hər zaman deyirik ki, heyvani yağlardan uzaq olun. Çünki sən əgər yağlı plov yeyirsənsə, o öd daşının tutması tuta bilər. Şiddətli ağrı verə bilər. Və yaxud da ki, qıcıqlandırıcı qidalar öd kisəsinə təsir edir, onlar da yenə səni narahat edə bilər. Bu baxımdan da nə etmək lazımdır? Mütləq mənada qidalanmaya üstünlük vermək lazımdır.